derece kifozum var. Görsən, boyun buradan gelib 71 dərəcədir bu kifoz. 17 dərəcə bu hissədən də əyrilik. Ən çətin, bayaq qızda da sizə göstərdim, ən çətin müalicəyə tabi olan hissədir. 13 dərəcə baxımdadır. Əslində, deməli, qızımızın indi var 16 yaşı. Əslində, siz bunu təzə bildiyiniz vaxt, elə 2021-dən biz müalicəyə başlasayıq, bunların heç biri qalmamışdı. Yəni, heç nə olmamışdı. Çünki bundan az idi sizin əvvəlki. Skalyoz xəstəliyi ümumi olaraq evdə, nə bilim, YouTube-da baxdım, Həsən dedi, Vəli dedi, o idmanları elədim, skalyozum sağalacaq, elə bir şey yoxdur. Biz dəfələrlə praktikamızda görmüşük ki, hətta sizə deyim ki, bəzi skalyoz idmanları, yəni bütün həkimlərdə eynidir və bu YouTube-da, hansısa sosial şəbəkələrdə də görsən ki, bunlar varsa, skalyozunuz varsa, bunları edin. Müalicə taktikası getmədiyi halda o idmanı eləmək əks təsir göstərə bilər.